Salam hər kəsə, yeni bir videoda qarşınızdayım. Bu günləri isə 2024, 2025, 2026 arası yəni nəsillərimi yenə paylaşıram. İkinci bölüm olaraq Clash Royale, Clash of Clans və Dragon City'dən rəsmlər var. Məsələn, burada Dragon City'dən az rəsmləri var. Təzə videolarında isə onlar daha böyük və daha yaxşılarını elə ki çəkirəm. Gördüyünüz kimi burada C-lər var. Burada sırayla çəkirdim oradakı ejderhaları. İndi isə Dragon City bitdi. Az çəkmişdim o vaxtı. Clash of Clans'dan başlayaq. Burada gördüyünüz kimi savaş makinesi, tek boynuzlu at, Yüce Pekka, Platnör binici, gecə zadısı. Burada da balada çəkdiyim için çox da yaxşı çıxmaya bilər. Hava indirmə balonu, bombacı, top arabası, boksör dev, beta minyon, öfkeli barbar, sinsi okçu, lassi və savaş göstərici, büyük koruyucu və kraliçe şampiyonu, uçan kışla, alev atıcı, kaya balon, tomruk fırlatıcı, tokmalı, belə rəsmlər də hamısı kral, kraliçe məsələn. Burada sadəcə topdur, okçu kulesi, belediye binası onların rəsmini çəkməmişəm. Ancaq karakter, heyvanlar, büyülər çəkmədim deyəsən. Büyülər olmamalıdır. Herolar çəkdim. Ejderlərimiz. Elə orada Clash Royale'ımız var. Eyni ejderhalar deyəsən var. Səhv eləmirəmsə. Baxacaq onlarda bir dənə. Yadımdan çıxıb çoxdan da bunları açmıram. Baxmıram nələr var, nələr yox. Məsələn, bu rəsmləri təzən çəkməyə ehtiyac yoxdur. Üstündən akrilik qələmlə getsən, yenilənəcək. Daha təzən çəkməyə ehtiyac yoxdur. Burada gördüyünüz kimi elektro ateşlən, elektro büyücü. Elektrik büyücüsü. Bu iki modu var bu karakterin. Süper büyücü, süper ejderha. Roket balon, süper dev. Sinsi goblin, animet olsun. Və bitdi. İndi isə Clash Royale keçəcəyik. Bəli, Clash Royale keçid elədik. Clash Royale'da büyücü və evrim büyücü, koçbaşı və koçbaşı evrimi, buz ruhu evrimi, bombacı evrimi, duvar yıkıcılar və duvar yıkıcılar evrimi, Dark Goblin və Goblinlər evrimi. Bir də xatırladım ki, bu Clash of Clans, Dragon City və Clash Royale yeni gələnlər karakterlər yoxdur. Bu çünki köhnə rəsmlərdir. Başda 1 il 2 il olar ki, bu harda çəkmirəm. Tarix yazılır. Burada baxın, tarix yazmışam. 2026 09 2024. Bəli. Goblin yıkıcı, Goblin kafesi, Goblin fıçısı, Goblin makinesi, Goblin dev Goblin və şübhəli cadı, şübhəli çalı, mızraqlı Goblin, Goblin çətəsi. Bunların rəngini daha da yaxşı eləyəcəm. Okçular evrim. Bu daha yaxşıdır. Cadı və avcı. Golem və barbar. Valeri. Goblin kafesi və prenses. Prens və dev iskelet. Buz golem və domuz binici. Top və top arabası. Top evrimi. Silahşör və silahşör evrimi. Minyon sürüsü və iskelet fıçısı.
Kaba Prens, Kara Prens, Şifacı, Balon və makini, uçan makini. Kraliyet domuzları və üç silahşör. Muhafızlar, evrim, muhafızlar. Kraliyet devi və kraliyet devri, evrim. Korumalar, iskelet ordusu. Bunu çoxlu sayda çəkmişəm. Burada məsələn Barbar Erk, Berserker. Nəsə qəribə adı var bunun. Burada da Run, Gündevi. Bunlar o vaxt təzə gəlmişdi. İskelet ejderhası, iskeletlər, iskelet evrim, avcı evrim, dev goblin evrim və goblin kulübesi. Dart goblin evrim, bir de elektro ruh evrim. Burada yine var. Bombacı kulesi, bebek ejderha, mini pekka. Sonra bu neydi? Mezar taşı, roket, yarasa ve yarasa evrim, mega minyon, dev kartopu, ateş ruhu. Burada Tesla var, Valkür evrim var, Barbar evrim var, Valkür var, barbarlar. Tesla evrim, elit barbarlar, hava evrim, havan və top, alev topu. Bəli, madenci, şok birliği, kıvılcım, mega şövalye, koç binici, oklar, cehennem ejderhası, elektro büyücü, mega şövalye evrim, tomruk ve yine karakterler. Gördüğünüz gibi promo göstərirəm də ad deməyim olsa qutarır. Gördüğünüz gibi hamısından. Lap şey oxşadı, mangalara oxşadı. Mangaları şəkillərdən biri də yazılar. Və kanala abunə olub dəstək olmağı yalnızdan çıxarmayın. Bəyəni də atarız, zəhmət olmasa inşallah 3-cü bölümdə çox yaxında gələcəyik.